taktika. Şamran bəy, bu müharibələrin müxtəlif növləri var. Ümumiyyətlə bu bəşəriyyət yaranandan, işğalçı və s. Amma bu 21-ci əsr üçün iki önəmli bir müharibə anlayışı çıxıb. Biri asimetrik müharibə, biri hibrid müharibə. Yəni asimetrik, burada indi biz biraz reallıq olsa da Rusiya böyükdür, güclüdür müəyyən, Ukrayna zəifdir, qərb olmasa, güclü zəif söhbəti var. Zəif tərəf, yəni Ukrayna var gücü ilə, partizan, belə deyək də, güclər üsullarına müharibə aparır. İndi o mərhələdir. İndi ikinci bir mərhələ, biz sevinirik ki, sizin sözünüzə burada. Ukrayna dövləti, Kiyev, razılaşarsınız ki, hibrid müharibəyə keçib. İçəridə hibrid müharibə, xaos, müəyyən obyektlərə vurulur, iqtisadi zərərlər verilir. Yəni, mitinqlər də oluna bilər və s. Amma mənim gördüyüm Ukrayna tərəfi hibrid müharibə aparır artıq. Rusiya tərəfi. Hava onu da bacarıb. Bu fasilələr vaxtı da mən baxmayaraq çıxmadım, amma siz də izləyirik digər yerlərə. Artıq siz bu efirdən deyəndə benzin, siz nələr artıq, amma indi fakt benzindən ötürü bir-birindən qırılır. Yəni, bu Ukraynanın bu iqtisadi olaraq Rusiyaya zərbələri, zərərləridir ki, və hibrid müharibə aparır. İndi bu nə dərəcədə uğurlu olacaqsa, nə dərəcədə taktiki olaraq qalib gələcəksə, bunun zaman gözür. Amma hal-hazırki vəziyyətdə, situasiyada Ukrayna hibrid müharibədə üstünlük təşkil edir. Qalib demirəm, amma Rusiyanın daxilində bir xaos. Ən azından sizin deyiminizdən benzin problemi var, benzin xaosu yaradılıb, iqtisadi var. İndi digərlərinə var. Amma bunun üçün, bunun daha da irəli getməsi üçün, bax, biz sizinlə 6 ay bundan, 3-4 ay bundan qabaq danışırdıq. Zelenskini dəyişmək istəyirdilər, bir müddət o planlar gəldi, siz bir mesaj verdiniz, Trump'ın o fikri vardı, indi ondan əl çəkib. Daxildə sabitlik problemləri Ukraynanın həll olunmalıdır ki, müəyyən problem, indi də müəyyən mitinglər zadlar gedir. Ona görə də... Ümumiyyətlə, Trump Ukraynaya təpkidən, ümumiyyətlə, bu məsələdən tamam kənarlaşıb. Bəli. Futbolda gördünüz də, futbolla filanla bir də İranla məşğuldur. Çünki İranla məşğuldur. Növbəti seçkiləri düşünür. Həm özü, həm respublikaçıların. Çünki Amerika Birləşmiş Ştatlarının daxilindəki auditoriya indi Kiyev, Rusiya-Ukrayna müharibəsi qalıb, deyir, bizim İranla İsrail vuruşur, bizim orada nə işimiz var. İtkilər də Amerikan əsgərlərində var, kəsdir ölümünü qəbul edilmədilər. İranın dezinformasiya, yalanlı, gerçəkli, çox itkilər var. Bu da var, futbol, başqa bir şeylərə çəkilib. Amma Vladimir... Yoxsa hər səhər durub Ukraynanı danlayırdı, hər səhər deyir, get təslim ol, Zelenskinin üstündə. Zelenskini tərifləyir ara bir, amma çəkilib gidiyor qıraqda. Bəli. Və Moskva ilə Vaşinqton arasında müəyyən bir kommunikasiya xəttində də soyuqluq yaranıb. Amma bu yaxınlarda Peskov dedi ki, biz Türkiyə Respublikasını, Ankaranı sevinərik ki, vasitəçiliyi isə biz buna yaşlı işıq yandırıq, hər zaman da dəstək veririk ki, Hakan Fidan cənabları da Kiyevə səfərə getdi, görüşlər keçirdi. Yəqin ki, o Ankara, Moskva, Kiyev yenidən bir sülh üçün nəsə bir şey yaratmağa üçündür. Ona görə də sualınızın başdan cavabı olaraq bu bir hibrid müharibə ki, mən bunu dəyərləndirirəm. Asimetrik müharibə də kimlərsə deyəcək, canlı, insan qüvvəsi baxımından Rusiyanın güclüdür. Hətta Şamran bəy, Rusiya Federasiyası gör nə qədər qanunları, beynəlxalq hüquqi qanunları pozur ki, Orta Asiya, Türkistan kökənli insan, indi orada taciklər var. Qadınları belə tutub zorla öncəp yapardılar. Bəli. Bunu mənbəyini də deyə bilərəm. Yəni, Avropa İnsan Hüquq Təşkilatları və Azadlıq Radiosu'da yayılıb ki, belə əllərinə silah almırlar. Yəni, gedib orada tibbi, sanitar işlərdə yemək, öz başına... Döyə-döyə əl-ayaqda işlədilər. Yəni, yəni Vladimir Putin biz sizlə zaman-zaman bunu müqayisə eləmişik. İndi Stalin, yəni də insan etkisi, fərqi yoxdur, nə qədər insan qırılır və bizdən, siz də bunu demişsiniz, artıq qanunlar verir, kim döyüşürsə, ölkəsində cinayət beləsə, deportasiya eləməyin, nə bilim, onu edin, bunu edin falan və hümətcan, bu qanunlar da imzalayır. Rusiya-Ukrayna müharibəsini yəni bu ildə davam edəcək, görsənir.